Bakıda milli mədəniyyətin, Şəki, Baskal toxucularının ustalığının simvolu olan qədim Azərbaycan ipək ləçək sənətinə həsr olunmuş ənənəvi Kəlayiğı festivalı keçirilir. Festivala orijinal kəlayiqların nümayişi, ipək məmulatlarının sərgisi və satışı, boyama texnikaları və bəzəkləri üzrə ustad dərsləri, eləcə də milli üslubda musiqi və rəqs çıxışları daxildir. Kəlayiğı sadəcə bir ləçək deyil, həm də Azərbaycan tarixinin hekayəsini danışan naxışlar dilidir. Bildiyiniz kimi bugün biz buraya yığışmışıq Kəlağayı festivalına. 26 noyabr Kəlağayı günüdür və möhtəşəm bir bayram yaratmışıq. Hər il bu günü biz bayram keçiririk Kəlağayı ilə bağlı və burada bugünkü bizim festivalımızda Azərbaycan bir çox bölgələrindən olan sənətkarlar var. Kəlağayıları nümayiş edirlər. Kəlayiğı Azərbaycan qadınının zərifliyinin, ləyaqətinin və gözəlliyinin simvoludur. Kəlایığının hər naxışı bir sir, hər rəngi bir duyğudur. Onu başına bağlayan qadının iş dünyasının pıçıltısı kimi. Bu ipək parçanın toxunuşunda həm Şirvanın küləyi, həm Qarabağın nəfəsi, həm də minillik mədəniyyətin izləri var. Kəlayiğı sadəcə başörtüyü deyil, bir tarixdir, bir ənənədir, bir ana duasıdır. Əsl Kəlağayı zərif, yumşaq ipəkdən hazırlanır. İpəyin biz barama, kələf şəklində Şəkidən alırıq və toxunma prosesindən ta bu Kəlağayı prosesinə qədər, yəni bizim öz kiçik müəssisəmizdə bunu həyata keçirdirik. Bunu toxunma prosesində toxuyuruq və belə bir cod şəklində belə cod bir parça əmələ gəlir. Yəni əlinizlə vuranda görürsünüz ki, bu coddur. Və sonra biz bunu yuyuruq, özümüzə məxsus yuyuruq. Belə yumşaq, yəni Azərbaycan qadınının bir dənə bir xarakteri var. Bunu sıxlığında, qramında, ölçüsündə dəyişiklik eləyəndə dərhal ondan imtina edir. Yəni ona yaxın durmur. Və bizdə o adət-ənənə 100 illərdir, yəni Baskal olaraq 100 illərdir onu qoruyub saxlayırıq. Bu yağ ağacdan əmələ gəlir və bir də parafin, mumla əmələ gəlir. Və bunu belə batırıb və qızdırıb, 130 dərəcə temperaturunda qızdırıb, bunu üzərinə, ipəyin üzərinə belə bloklayırıq. Düzdə olmaz, amma məcburuq. Və belə bloklayırıq və belə sırazı dərhal yerləyirik ki, bu qurusun. Bu quruyandan sonra belə təbii ağaclardan, soğandan, güllərdən və bunları qaynadırıq, buradan rəng alırıq. Məsəl üçün, bu rəngdən alanda bir sarı rəngdir. Amma bu sarı rəngdən biz 10-15 rəng ala bilirik. Yəni bəzi şeylərinə birinə, yəni o istehsal sirridir, onu da paylaşmaq olmaz. Və bu sirrin sayəsində də bu Kəlağayı bu üçündə Azərbaycana məxsusluq qorunub, saxlanıb. Festivalda Kəlağayıdan başqa müxtəlif əl işləri də sərgilənib. Gəlin bunu danışım da pambıq. Məsələn, burada şolkovu barxada, demək, ipəkli məxmərdən istifadə olunub, demək, Swarovski qaşlardır, arxası da belə. Yəni, çoxdur. Sonra bunu danışa bilərəm. Məsələn, bu təbii böcək qanadlarından hazırlanıb, bəli. Bu Zlatka böcəyinin qanadıdır, bu da Swarovski qaşlardır, bu tikmədir. Ən dəyərli budur. Bunu bir aya hazırlamışam. Deməli, burada hamısı Swarovski qaşlardan istifadə olunub. Məndə ağac üzərində bədii oyma işləridir. 100-dən yuxarı əsərim var. Həddindən çox maraqlananlar çox olur.
belə deyək də, həm turistlər, həm yerli əhali çox maraqlanırlar. Bizim etdiyimiz işlər milli qalalardır, qədimi, yəni belə deyək də, yaşayış məskanlardır, milli müzikaliyyətlərimizdir. Ən çox bunları biz təbliğ edirik. Həm gənc nəsillərə çatdırırıq bizim milli dəyərlərimizi, həm də ki, turistlər çox maraqlanır, onlar alıb aparırlar. Festivalda diqqətimi bu gözəl bəzək əşyaları da çəkdi. İndi mən Murad bəydən soruşmaq istəyirəm ki, bax bu gözəl aksesuarları necə hazırlayırsınız? Təbiidirlərmi bunlar da? Bəli, bunlar mənim əl işim olan aksesuarlardır. Boyunbağı, üzük və s. Bunlar həqiqi qurudulmuş güllərdən, bitkilərdən hazırlanır və biri də, məsəl üçün, ən çox populyar olan əl işlərimdən biri Xəzər dənizi aksesuarıdır, boyunbağısı. Bu Xəzər dənizindən, deməli, dəniz qabıqlarından, qum dənələrindən hazırlanır. Mən hazırlayıram, evdə məşğul oluram bu ilə, kiçik sahibkarlıqla məşğulam. Biz Qərbi Azərbaycan naxışlarını xalçalardan götürüb müxtəlif məhsullara həkk edirik, belə deyək. Əlimdə olan gördüyünüz bu son kolleksiyadır. Biz bunu Mirzə Qədim İrəvani əsərindən götürüb müasir üslubda illüstrasiyasını çəkmişik və bugün Kəlağayı festivalında sərgiləyirik biz bunu. Naxçıvanlıları salamlayıram, çox sağ ol deyirəm hamımıza, gözləyin, bu yaxınlarda Naxçıvanda olacağam. O ki qaldı kitablarım, bəli, kitablarımın oxucuların sayı gündən-günə artır və bir Azərbaycanlı kimi sevinirəm ki, Azərbaycan uşaqları, çocukları artıq başlayırlar mütaliə oxumağa. Bu da nədir? Azərbaycanın gələcəyidir. Ziyarətçilər üçün festival çox böyük maraq kəsb edib. Mən hər il bu festivalda gəlirəm, hər il. Hər ildə öz əziz ustalarımı burada tapıram, arayıram. Bir-bir hamı ilə görüşmüşəm, hamısının əl işləri əladır. Çox bəyəndim, əl işlərinə çox önəm verirəm. Halbuki həm göz nuru sərf olunur, həm əl əməyi sərf olunur. Aynur Nadir qızı, xanım Rüstəmzadə Elşad Heydarov, NTV Xəbər, Bakı.